Deməli, indi isə biz sizlə qoşasamitli sözləri öyrənəcəyik. Qoşasamitli sözlər də qoşasamitli sözlər kimi iki hissəyə bölünür. Eyni cinsli və müxtəlif cinsli. Gəlin birinci eyni cinsliyə toxunaq. Eyni cinslidə deməli, bizə əsas t, p, k, q samitləridir ki, bu 4 dənə samitdə tələffüz zamanı dəyişiklik baş verir. Məsələn, hətta sözü yazırıq, tələffüzdə hətta olur. T, d-ya keçir. Tappıltı sözündə tappıltı, b, p-ya, yəni öz qarşılığına keçir. Mütəkkəl sözündə k, g tələffüzünü verir. Doqquz sözündə isə doqquz, yəni ki, k səsini verir, birinci q hərfi. Yaxşı, burada uşaqlar bəzən bir şey səhv edirlər. Hər zamanmı qoşa k səsi, qoşa q səsi biri k səsini verəcək? Uşaqlar, bir şey nəzərə almaq lazımdır ki, burada mütəkkədə k səsidir. Bəlkə bu k səsidir. Qoşa k olduğu zaman axı bizdə k, q əvəzləməsi baş verməyəcək. Bu hallara diqqət yetirməlisiniz. Məsəl üçün 9 sözündə biz deyirik ki, qoşa q olduğu zaman q-nın biri onun qarşılığına, yəni ki, k səsi verəcək. Hər zaman bu fikir doğru deyil. Məsəl üçün mürəkkəb sözlər var. Mürəkkəb sözlərə baxaq. Ayaqqabı sözü, balıq qulağı sözü. Biz ayaqqabı demirik ki, ayaqqabı, balıq qulağı. Yəni qayda kimi əzbərləməyin. Öz tələffüzünüzə fikir verin. Çünki bu qaydalar bizim tələffüzümüzə əsasən yazılıbdır. Yenə deyirəm, hər yerdə qoşa q gördüyünüz zaman bu o demək deyil ki, bu sənə həmişə k səsi verəcək. Aydındırmı? Burada fikir verin ki, mürəkkəb söz olarsa, məsəl üçün ayaq sözü bu bir sözdür burada və qab sözü isə ikinci sözdür. Bunun tələffüzü ayaqqabı, balıq qulağı bu formada tələffüz olunur. Qoşa y samitinin belə bir özəlliyi var. Qoşa y olduğu kimi qala bilir və yaxud da ki, y-nın biri tələffüzdə düşə bilər. Məsələn, iyad şəkilçisi, iya şəkilçiləri olan zaman, məsəl üçün ədəbiyyat. Ədəbiyyat sözünün yazılışında 2 dənə y hərfi var. Ancaq tələffüzdə y-nın biri düşür, olur ədəbiyyat. Ümumiyyətlə, yada saxlayın ki, iyaddır, iyədir, iyadır. Bunlar harada gördünüz? Bilin ki, düşmən baş verəcək. Hətta istəyir şəkilçi kimi olsun, istəyir söz kökünün tərkibində olsun, fərqi yoxdur. Sadəcə niyyət sözü istisnadır. Niyyət deyilir, niyyət yazılır. Sadəcə bu söz istisnadır. Eyni cinsli samit qoşalıqlarında qoşa l, qoşa c, ümumiyyətlə digər burada yazdığım samitlərdən başqa digər samitlərdə heç bir dəyişiklik baş vermir. Necə deyilirsə o formada da yazılır. Məsələn, güllə. Güllə deyirəm, güllə yazıram. Məsələn, ləzzət. Ləzzət deyilir, ləzzət yazılır. Yəni, digərlərində də eyni qaydada. Bu samitlərdən başqa digər samitlər olduğu kimi tələffüz olunur. Deməli, gəldik müxtəlif cinsli samitlərdə. Eyni cinslərdə qayda rahat idi. Müxtəlif cinsli samitlərdə isə biz artıq diqqətli olmalıyıq. Məsələn, ən çox diqqət yetirməyimiz məqam nədən ibarətdir? Uşaqlar, FT, ST, ŞT, XT birləşmələrinə xüsusi fikir verin. Məsələn, sözün ortasına gəldiyi zaman FT həmişə FD kimi olur. Yəni ki, T'lar öz qarşılıqlarına çevrilirlər. Yəni, məsələn, şaftalı yazırıq, şafdalı. Bu formada tələffüz edirik. Yəni, əvvəldə olduqları zaman. Sözün axırında gələndə isə və yaxud da ki, ortada gəldikdə isə yadınıza saxlayın ki, heç vaxt T tələffüz olunmur. Onlar düşür. Məsələn, gəlin baxaq. Xoşbəxtlik sözüdür. Düzdür? Burada nə birləşməsi var? X-T. Tələffüz necə olur? Xoşbəxtlik kimi. Və yaxud da ki, neftçi sözünü götürək. Necə baş verir? Neftçi. Burada yenə də T düşür. Müxtəlif cinsli samitlər haqqında əsas fikir verməyiniz gərəkən hissə budur. Eyni cinsli samitlərdə isə l, c, n bu samitlərdə dediyimiz kimi heç bir dəyişiklik baş vermir, olduğu kimi qalır. Bəs yaxşı, tək hecalı qoşa samitlər. Tək hecalı qoşa samitlərdə belə bir xüsusi məqam var. Məsələn, haqq sözüdür, xət sözüdür, sir sözüdür. Saitlə başlanan şəkilçi artırdığımız zaman qoşa t-ların ikisi də olduğu kimi qalır. Ancaq samitlə başlanan şəkilçi artırdığımız zaman burada artıq xətdən t-nın biri düşür. Məsəl üçün, sir sözü götürək. Sir. Üstünə saitlə başlayan bir şəkilçi artıraq. Məsəl üçün, sirrə. R-ların ikisi də olduğu kimi qaldı. Ancaq biz ona samitlə başlayan bir şəkilçi artıraq. Məsələn,
lər şəkilçisini artıraq. Biz bu zaman görəcəyik ki, fərqli tələffüz olunur. Məsələn, sir, üstəgəl, lər. Yazılış zamanı belə r düşür. Olur sirlər. R-nın biri düşür. Eyni cinsli samitlər bu formadadır. Bəs yaxşı, müxtəlif cinsli samitlərdə nə baş verir? Məsələn, burada zülüm sözü yazmışıq. Bunların arasına isə sait əlavə olunur. Məsələn, zülüm 4 hərfdir, olur zülüm. 5 hissəsi olunur. Hökm 4 hərf var, tələffüz zamanı isə hökm, ü saitindən burada istifadə olunur. Qoşa saitli və qoşa samitli sözlər haqqında əsas bilməyimiz gərəkən hissələr bunlardır.